əziyyətin nəticəsini görəndə ki, bir insan ölürdü, mən onu vəziyyətdən çıxartmışam, insan sağalıb, balaların yanına gedib, valideynlərinin yanına gedib, həmişə o an olanda, o an çatanda, ağır xəstə vəziyyətdən çıxanda mən təzədən elə bir dünyaya gəlirəm. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Sözün düzün desək, indiyə kimi mən 20 mindən çox əməliyyat eləmişəm. Amma əməliyyat elədiyim xəstələrin, yüngül xəstələr hamısı yadımdan çıxıb. Mənim yadımda qalan ən ağır xəstələr olub. Və nəticədə ki, ağır xəstədən nəticə almışsan, o xəstə sağalıbdır. Baxmayıram, mən yorulmuşam, sağlamlığımı itirmişəm, gecə-gündüz xəstənin yanına çəkilməmişəm. Son anda o xəstə durub ayağa duranda, evinə gedəndə, mənə minnətdarlıq bildirəndə, o məni daha da çətin, o yorğunluğumu unutturub mənə, yəni. Yorğunluğumu unutmuşam ki, mən bu xəstə üzrə bu qədər əziyyət çəkdim. Hər halda ona bir həyatdan qiymətli heç nə yoxdur. Baxmayaraq ki, mən əziyyət çəkmişəm, amma xəstə həyata qaytarmışıq. Və ona görə də həmişə o an olanda, o an çatanda, ağır xəstə vəziyyətdən çıxanda mən təzədən elə bir dünyaya gəlirəm. Əziyyətin nəticəsini görəndə ki, bir insan ölürdü, mən onu vəziyyətdən çıxartmışam, insan sağalıb, balaların yanına gedib, valideynlərinin yanına gedib, o duyğulanmışam həmişə ona. Yəni, həkimlikdən aldığım zövq yalnız ondan ibarətdir.